xoş gəlmisiniz. Sual menopauzadandır. Menopauza qadınların dediyi kimi klimaks zamanı cinsi həyat necə dəyişir? Çox qəşəng sualdır. Çünki dəyişirmi? Dəyişir. Hansı dəyişikliklər baş verir? Birincisi, yaşla əlaqədar cinsi istək azalır. Bu bir xəstəlik deyil. Ümumiyyətlə klimaks xəstəlik deyil ki. Bunu artırmaq üçün bir dərman müalicəsi varmı? Əslində yoxdur. Bəlkə sizə məntiqli görünə bilər ki, hə, bəlkə qadın cinsi hormonları, hormon əvəzedici müalicə alsam bu dəyişər. Yox. Tədqiqatlar göstərir ki, bu dəyişmir. Bunu artıran bir müalicə yoxdur. Bu sadəcə həyatın bir gedişidir. Buna barışmaq lazımdır. Başqa nə dəyişir? Menopauza zamanı hormonlar azalır, qadın cinsiyyət orqanlarında bir quruluq baş verir. Bu da cinsi aktı çətinləşdirə bilir, ağrılı edə bilir, qansızma səbəbi, sıyrılmaq səbəbi ola bilir. Belə halda bunun müalicəsi çox asandır. Daxilə tabletka qəbul etməyin. Tərkibində qadın cinsi hormonu olan vaginal şamlar var. O şamlarla çox rahatlıqla bu məsələni həll etmək olur. Bizdə də apteklərdə var, amma həkim resepti ilə təyin edilsə daha düzgün olar. Yəni menopauzada cinsi aktivlikdə dəyişikliklər bundan ibarətdir. Bizim məsləhətlərimiz də budur. Klimaksda olan qadınlarımız həkimə gəlsinlər, müraciət etsinlər. Müəyyən skrininqlərdə uşaqlıq boynu xərçəngi üçün yaxmadır, süd vəzinin rentgenidir, bunlar edilməlidir. Nəzarətdə olmalıdır, ultrasəs müayinəsi edilməlidir. Sizin bu verdiyiniz suallar dinlənməli, şikayətlər dinlənməli və onlara həkim tərəfindən cavab verilməli və həkim tərəfindən dərmanlar yazılmalıdır. Menopauzadakı qadın, klimaksdakı qadın şikayətlərini deməkdən utanmamalıdır. Həkimə mütləq müraciət etməlidir. Suallarınızı da yönləndirdiyinizə görə çox sağ olun. Kanala abunə olun ki, dediklərimi eşidəsiniz. Hələlik.